olmalıdır. Çünki bu ox yaydan çıxanda, kamandan çıxanda bu tərəf görürsüz düzdür deyə maneçilik törətmir və oxun istiqamətini dəyişmir ona görə. Və uşaqlar, oxu atarkən deməli sol əlimiz hədəfə doğru uzanır. Bax görürsüz, qolumuzla hədəf simmetrik olmalıdır. Yəni sinəmizlə qolumuz düz olmalıdır, simmetrik olmalıdır. Və hədəfə doğru biz ancaq başımızı çeviririk. Oxu atarkən iki barmaqdan istifadə olunur. Bu iki barmaqdan. İki barmaqdan. Necə? İki barmaqla ipdən tuturuq, oxu tutmuruq, ipdən tuturuq və disrəyimiz çiyin bərabəri qalxır və çəkirik bu şəkildə. Bax görürsüz, çiyinlə çəkirsiniz və nişan alırsınız. Nişan alarkən oxun arxa tərəfi uc və hədəf eyniləşdirirsiniz. Hədəf sizin sol tərəfinizdə qalır və çəkirsiniz oxu, atırsınız.